Azərbaycan xalqı təcavüzə məruz qalan tərəf olub, lakin ölkənizlə bağlı həqiqətlər olduğu kimi dünyaya çatdırmayıb. Bu fikirləri beynəlxalq səyyahlar işğaldan azad edilən ərazilərə səfərlərinin yekunları ilə bağlı keçirdikləri mətbuat konferansında səsləndiriliblər. Azad olunan ərazilərdə gördükləri vandalizm faktlarından dəhşətə gələn səyyahlar eyni zamanda qısa müddət ərzində aparılan bərpa və yenidən qurma işlərində şahid olublar. Dünya mediası 30 il ərzində Azərbaycan haqqında bir tərəfli və qərəzli məlumatlar təqdim edib. Almaniyadan olan səyyah Kolja Spori bildirib ki, xarici nəşrlər uzun müddət regiondakı münaqişə haqqında həqiqətləri gizlədiblər. Ağ evdə baş tutan üç tərəfli görüşdən sonra isə müəyyən qədər dəyişiklik oldu. Hətta Wikipedia münaqişənin tarixi ilə bağlı narrativini dəyişdi. Düzdür, tam irəliləyiş olmasa da bunu 50-50-yə adlandırmaq olar. Münaqişə dövründə status quo həmişə qərb tərəfindən dəstəklənib. Biz Ağdamı və Qarabağ Universitetini ziyarət etdik. Bu, həmin ərazilərin inkişafına yönəlmiş yeni təşəbbüslərin başlanğıc nöqtəsi oldu. Portuqaliyadan olan səyyah João Paulo Peixoto rəhbərlik etdiyi Atlantiko Universiteti ilə Qarabağ Universiteti arasında əlaqələri gücləndirmək və akademik tərəfdaşlığı inkişaf etdirmək üçün əməkdaşlıq təklifi təqdim edib. Atlantiko Universitetinin rəhbərinin sözlərinə görə müvafiq protokolun imzalanacağı halda universitetlər arasında tələbə mübadiləsi və birgə layihələr mümkün ola bilər. Azərbaycanın parlaq iqtisadi gələcək gözləyir və bu inkişafın əsas hərəkət verici qüvvəsi gənc nəsil olacaq. Qarabağ Universitetinin tələbələrinin enerjisi və həvəsinə heyran qaldım. Onların gözlərində xoşbəxtlik və ölkənin gələcəyinə töhfə vermək istəyi gördüm. Məhz bu gənclər Azərbaycanın inkişafının təməli olacaq. Səyyahlar Zəngəzur dəhlizi ilə də bağlı fikirlərini bölüşüblər. Onlar bu dəhlizin əhəmiyyətli olduğunu, regional ticarətə töhfə verəcəyi qənaətində olduqlarını bəyan ediblər. Eyni zamanda beynəlxalq səyyahlar azad edilmiş ərazilərdə görülən işləri, o cümlədən buradakı biznes potensialını dünyaya çatdırmaq istədiklərini qeyd ediblər. Qeyd edək ki, indiyə kimi 600-dən çox dünyaca məşhur səyahətçi Qarabağa səfər edib. Günəş Rzayeva, Kənan Abdullayev, Fidan Səfər, Space xəbər.